Elə indi qeyd elədiyiniz autizm spektr pozuntusunun nitq gecikməsinin arasında nə kimi fərqlər var? Onu valideynlərin biraz ayırması çətindir. Bunun üçün mütləq bir mütəxəssisə müraciət etmək lazımdır. İlk əvvəl bir də onu vurğulayım ki, autizm spektr pozuntusu bu dəqiqə valideynlərin hamısı simptomlarını bilir. Ona görə onları bir-bir burada sadalamayacağam. Amma əsas stereotipiyalar autizm spektr pozuntulu uşaqlarda həddindən çox biz stereotipik hərəkətlər, təkrarlayan anlamsız hərəkətlər çox görürük. Nitq gecikməsi isə iki şəkildə özünü göstərə bilir. Bir bizim alıcı nitq dediyimiz, yəni impressiv nitq. Biz birinci anlayırıq, daha sonra motor nitq formalaşır və danışırıq. Yəni uşaq ilk öncə alıcı nitqi formalaşmalıdır, anlamalıdır və anladıqdan sonra artıq motor nitq formalaşmalıdır. Yəni bir uşaq əgər müraciət olan nitqi anlamırsa, məsələn elementar əmrləri apar, gətir, qoy, bunları başa düşmürsə, biz bu uşaqdan təbii ki, birinci motor nitqinin danışmasını gözləməyəcəyik. İlk öncə mütləq o nitq formalaşmalıdır, daha sonra motor.